xalqın şairi Vahid Əziz deyir ki, mənə 100 il ömür arzulamayın. Mənə 100 il ömür arzulamayın, xəzan yarpağı tək olmasın külək. Gözlərim görsə də ayağım, əlim əsalıq olanda dayansın ürək. Mənə 100 il yaşadamasın dostlar, yerişim, gülüşüm, səsim itməsin. Məndən caval olan, gümrah olanlar çiynimdə dünyada köçüb getməsin. Mənə 100 il ömür arzulamayın, bu qədər yaşayan hansı çiçəkdir? Sən yaşda qalmırsa taytuşun, tayın, qurtdan qiyamətə qalmaq deməkdir. Mənə öyle ömür arzulayın ki, ölünce alman tək ağlaya bileyim, qapı pəncərəni öz evimdəki özüm aça bileyim, bağlaya bileyim. Sağlıqlar deyəndə hərdən şənimə nə özüm kövrəlim, nə sizə gülüm. Tanrıdan bir ömür diləyim, məni hər vaxt sevə bileyim, sevilə bileyim. Talihim sevgi ilə baxsın üzümə, görsün yad payına şərik deyiləm. Gərək olmayan özüm özümə, deməli, heç kəsə gərək deyil. Mənə özünə bir arzulamayın, ləyəqə təmiz ad atıb getməsin, dünyaya qalacaq malı dünyanın, karvanım lənətə batıb getməsin, mənə 100 il ömür arzulamayın. Şair, təbii ki, oxuyucu, dinləyici o yüzü arzulayacaq. Çünki sizi itirmək istəməyəcək. Özünüz özünüzə neçə il ömür arzulayırsınız? Ben demişəm 120 il arzulayırdım. Vəssalam. O zaman 120 il arzusuyla mən sizə çox təşəkkür edirəm. Allah sizi əskik etməsin. İnsanların qəlbinə toxunmağı bacaram və hamımızın dilindən yazmağı bacaram Vahid Əziz. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun.